Salam, hər vaxtınız xeyir olsun, hörmətli valideynlər və əziz altıncılar. Yeni Namazov 6-cı sinif 1-ci hissədən izahlarımız davam edir. Bugünkü mövzumuz 1-ci bölmənin 4-cü mövzusu olan ən kiçik ortaq bölünən, ən kiçik ortaq bölünənin əkobun tapılması. Həmişə olduğu kimi bu video izaha da keçməzdən əvvəl sizə qısa bir məlumatı çatdırım. Bizim 6-cı siniflər üçün onlayn hazırlıq dərslərimiz mövcuddur. Dərslər haqqında ətraflı şəkildə məlumat əldə etmək istəyirsinizsə 050 823 92 15 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Qeyd edim ki, ilk sınaq dərsimiz ödənişsizdir. Siz də bu dərslərə qoşulub dərslərin hansı keyfiyyətdə keçirildiyi ilə tanış ola bilərsiniz. Hər birinizə uğurlar. İndi isə uşaqlar, vaxt itirmədən keçən mövzunun izahına və daha sonra bu mövzuda olan test tapşırıqlarının izahına baxaq. Deməli uşaqlar, biz aşağı siniflərdən ədədin böləni və bölünəni anlayışla tanış olmuşduq. Ədədin böləni haqqında keçən video dərsdə danışdıq. İndi bizə əsas burada ədədin bölünənləri lazım olacaq. Məsələn, tutaq ki, bizə 2 dənə ədəd verilib. 12 və 15 ədədləri olsun. Bunların bölünənlərini yazaq. 12-nin bölünənləri, ən kiçik bölünəni 12-nin özüdür. Daha sonra 24-dür, yəni 12-nin misillərini yazırıq da. 2 misli, sonra 3 misli 36, sonra 4 misli 48, 5 misli 60, 6 misli 72, daha sonra 6 mislini yazdıq. 7 misli 84 və s. bu formada davam edir. Növbəti ədədimiz də olsun, 24 olsun. 24-ün də bölünənlərini yazsaq, 24-ün özü ən kiçik bölünənidir. Daha sonra 48, daha sonra 72, daha sonra 96, daha sonra 120 və bu qaydada sonsuza kimi davam edir. İndi bizə yenə ortaq bölünənlər lazımdır. Ortaq, yəni hər ikisində iştirak edən olan bölünən. 24-lər ortaqdır, daha sonra 48-lər ortaqdır, daha sonra 72-lər ortaqdır və bir qədər də biz davam eləsək, başqa ortaq bölünənlərin də olduğunu görə bilərik. Amma bizə bu ortaq bölünənlər içərisində ən kiçiyi lazımdır və ən kiçik ortaq bölünən qısa şəkildə əkob kimi yazılır. İki ədədin əkobu bax bu formada göstərilir, 12 və 24 və görürük ki, bu ədədlərin ortaq bölünənləri içərisində ən kiçik 24-dür. Deməli 12 və 24 ədədlərinin əkobu 24-ə bərabər olur. Bəs indi sual verə bilərsiniz ki, müəllim, hər dəfə bizə 2 ədəd veriləndə onların əkobunu tapmaq üçün biz gərək bir-bir onların bölünənlərini yazaq. Xeyr. Əbobda olduğu kimi burada da 2 ədəd olsun və yaxud da 3 ədəd olsun, fərqi yoxdur. Əkoblarını tapmaq istəyirsinizsə, əvvəlcə ədədlərdən hər birinin sadə vurğulara ayrılışı yazılır. İndi gəlin 12 və 24 üzərində izah edeyim sizə. 12-ni də sadə vurğulara ayırırsınız. 12 2-yə bölünür 6 dəfə, 6 2-yə bölünür 3 dəfə, 3 3-ə bölünür 21 dəfə. Daha sonra 24 ədədini də sadə vurğulara ayırırıq. 24 2-yə bölünür 12 dəfə, 12 2-yə bölünür 6 dəfə, 6 2-yə bölünür 3 dəfə, 3 3-ə bölünür 1 dəfə. Daha sonra nə edirik? Bu ədədlərdən böyüyünün götürürük, böyüyünün vurğularını götürürük. İndi burada böyük 24 olduğuna görə 24-ün vurğularını aşağıda yazacağam mən. 2 vur 2 vur 2 vur 3. Birinci ədədin ayrılışı ilə birinci ədədin ayrılışında, baxın 12. Birinci ədədimiz 12-dir. Birinci ədədin ayrılışında iştirak edən və ikincinin ayrılışında çatışmayan vurğular tapılır. Yəni baxırsınız, kiçik ədədin sadə vurğuları içərisində olsun, amma böyüyündə olmasın. Burada mən baxıram, görürəm ki, 12-nin vurğuları içərisində olub 24-ün vurğuları içərisində olmayan yoxdur. Ona görə də elə cavab bunların əkobu ilə 2 vur 2 vur 3, yəni 24-ə bərabər olacaq. Baxın, yuxarıda 24-ə bərabər olduğunu biz müəyyənləşdirmişdik. Burada məsələn uşaqlar nümunə də verilib. A ədədinin sadə vurğulara ayrılışı bu formadadır. B ədədinin də sadə vurğulara ayrılışı bu formadadır. İndi bunların əkobunu istəyir. Deməli, birincinin ayrılışı götürülüb. Bax 2 vur 3 vur 3 vur 11. Görürsünüz? Bunun vurğulara ayrılışı götürülüb. Daha sonra ikincinin vurğuları içərisində olub, birincidə olmayanlar götürülüb 5 və 7. Və bunların hasili tapılıb, cavab olub 6930. Deməli, A və B ədədlərinin əkobu 6930-a bərabər olur. İndi çalışmalara baxaq uşaqlar. Çalışmaların həllində daha yaxşı başa düşəcəksiniz. Başlayaq birinci çalışma ilə. Deməli, birinci çalışmada nə deyir? Deyir ki, ədədlərin sadə vurğulara ayrılışından istifadə edərək əkob AB-ni tapın. Birinci variantda bizə A-nı verib 2 vur 2 vur 2 vur 3 vur 7.
B-nin vurğulara ayrılışını isə 2 vur, 3 vur, 3 vur, 5 verib. İndi bizdən əkkob AB-ni istəyir. Yəni A və B ədədlərinin əkkobunu tapmaq tələb olunur. A-nın sadə vurğulara ayrılışını götürəcəm mən. 2 vur, 2 vur, 2 vur, 3 vur, 7. B-nin sadə vurğularına baxacam. B-nin sadə vurğuları içərisində olub A-da olmayanları da bu hasilə əlavə edəcəm. İndi B-də görürəm ki, uşaqlar 2 dənə 3 var, amma A-da 1 dənə 3 var. Mən həmin o 1 dənə 3-lərdən birini yazmışam. Biri çatışmır da, yəni B-də 2 dənədir, belə deyək. A-da 1 dənədir. O çatışmayan 1 dənə 3-ü bura əlavə edirəm. Və bir də 5 vuruğudur ki, B-nin vuruqları içərisində var, A-da yoxdur. Bir dənə də 5-ə vuracam. Bu hasili tapırıq. 2 vur, 2 vur, 2, 8 vur, 5, 40. Vur 21, 840. 840-ı da sonda 3-ə vuracam. 843-ə vuranda olur 2520. Daha sonra ikinci variantda oxşardır. İndi mən üçüncü variant yazacağım sizin üçün. Üçüncü variantda A-nı bu formada vurğulara ayırıb 2 üstü 3 vurulsun 3 üstü 2 vurulsun 5 üstü 2. B-nin də vurğulara ayrılışı bu formadadır. 2 üstü 2 vurulsun 3 üstü 3 vurulsun 5 üstü 2. Yenə mən uşaqlar baxın. Birincinin vurğulara ayrılışını götürəcəm. Yəni bizdən yenə əkkob AB-ni istəyir. A və B ədədlərinin əkkobunu istəyir. A-nın sadə vurğularını götürəcəm. 2 üstü 3 vur 3 üstü 2 vur 5 üstü 2. Baxacam B-nin sadə vurğularına. B-də olsun, A-da olmasın. Bax, B-də 2 dənə 2 var. A-da 3 dənə idi. Mən artıq 3-ünü də yazmışam. Yəni 2-lərlə işimiz yoxdur. B-də 3 dənə 3 var, 3 üstü 3-dür. Amma A-da 2 dənə 3 idi. Deməli o 1 dənə 3 çatışmır. O 1 dənə 3-ə vuracam və bir də 5-lər də eynidir də. Yəni A-da da 2 dənə 5 idi, B-də də 2 dənə 5 idi, başqa heç nə. Bərabər qoyuruq, bunu hesablayırıq. 8 vur, 9 vur, 25 vur, 3. Əvvəlcə 8 25-ə vururam, hesablamam rahat olsun, yəni 200. 200 3-ə vururam, 600, 600 də 9-a vuranda 5400. Deməli bunların əkobı oldu 5400. Başqa məsələn mən sizə burada hansını göstərim? 5-ci varianta baxaq. A-nın sadə vurğulara ayrılışı 2 vur, 2 vur, 3 vur, 3 vur, 7-dir. B-nin sadə vurğulara ayrılışı da 2 vur, 3 vur, 3 vur, 3 vur, 5-dir. Bizdən yenə əkkob AB-ni istəyir. Mən A-nın sadə vurğulara ayrılışını götürəcəm. 2 vur, 2 vur, 3 vur, 3 vur, 7. Daha sonra B-yə baxacam. B-nin sadə vurğuları içərisində olsun, A-da olmasın. Baxın, B-də 3 dənə 3 var, A-da 2 dənədir. Deməli o 1 dənə 3 çatışmır. Həmin 3-ü əlavə eləyəcəm. Bir də vurulsun 5 vuruğu. Baxın, B-də var, amma A-da yoxdur. 5-ə də vuracam. İndi bu hasili hesablayacağım. 2 vur 2, 4 vur 5, 20. Vur 3, 60. Vur 3, 180. 180-i də 3-ə vuranda 180-i 7-yə vuraq birinci. 1260. Düzdür. 1260-ı da sonunda 3-ə vuracam. Olacaq 3780. Deməli bu ədədlərin əkobu 3780-ə bərabər. Bir də sonuncu 8-ci variantda yazılmış olar sizin üçün. A-nı verib 2 üstü 3, vur 3 üstü 3, vur 7 üstü 2. B-nin də sadə vurğulara ayrılışı 3 üstü 2, vur 5-dir. İndi əkkob AB-ni yenə tapmalıyıq. A-nın sadə vurğulara ayrılışını götürəcəm. 2 üstü 3, vur 3 üstü 3, vur 7 üstü 2. B-yə baxacam. B-də 2 dənə 3-dür, A-da daha çox idi. Yəni 3 dənə işimiz yoxdur. B-də 5 var, amma A-da yoxdur. Olmayan 5-i əlavə edəcəm. İndi bu hesablayacağam. 8 vur 27, vur 49, vur 5. Bu hasili hesablayacaqsınız. Cavab neçə olsa, bu ədədlərin əkobu da həmin ədədə bərabər olur. Növbəti ikinci çalışma ilə davam eləyək. İkinci çalışmada bizə deyir ki, verilmiş ədədləri sadə vurğulara ayırmaqla onların ən kiçik ortaq bölünənini tapın. Uşaqlar, mən burada variant çoxdur. 6 dənəsini yazacağam. Digərlərini də özünüz yazacaqsınız. Məsələn, birinci variantda 14 və 36-nı. Dedik ki, ədədləri əvvəlcə nə etməliyik? Sadə vurğulara ayırmalıyıq. 14 2-yə bölünür 7 dəfə, 7 də 7-yə bölünür 1 dəfə. 36-nı ayırsaq, 36 2-yə bölünür 18 dəfə, 18 2-yə 9 dəfə, 9 3-ə 3 dəfə, 3 3-ə bölünür 1 dəfə. Dedik, yine böyüyünü götürür, fərqi yoxdur. Əslində birincini də götürmək olar, amma əsasən daha çox böyüyünü götürmək lazımdır. Yəni biz nəyi tapmalıyıq? Əkov 14 36. Böyüyünün sadə vurğularını yazacağam. 2 vur 2, vur 3, vur 3. Baxacağam indi 14-ə. 14-ün vurğuları içərisində olsun, 36 olmasın, 7 vurğudur ki, 7-ni də buraya əlavə edəcəm. Yəni 36 vur 7 hasili bu ədədlərin əkobudur. 252. Daha sonra ikinci variantında 15 və 18. 15-i də 18-i də sadə vurğulara ayıracam. 15 3-ə bölünür 5 dəfə, 5 də 5-ə bölünür 1 dəfə. 18-i də ayırsaq,
18 2-yə bölünür 9 dəfə, 9 3-ə bölünür 3 dəfə, 3 3-ə bölünür 1 dəfə. İndi əkop 15 və 18 bərabər olacaq. 18-in vurğularını yazacağam. 2 vur 3 vur 3-dür. İndi 15-in vurğularına baxacağam. 15-in vurğuları içərisində olsun, 18 olmasın. 5 vuruğudur. Həmin 5-i də buraya əlavə edəcəm. 18 vur 5. Bunların əkobu olur 90. Növbəti 3-cü varianta baxaq. 3-cü variantda 24 və 36-dır. 24-ü də və 36-nı da sadə vurğulara yenə ayıracağam. 24 2 12 dəfə, 12 2-yə 6 dəfə, 6 2-yə bölünür 3 dəfə, 3 3-ə bölünür 1 dəfə. Düzdürmü? 36-nı da ayırsaq sadə vurğulara. 36 2-yə bölünür 18 dəfə, 18 2-yə 9 dəfə, 9 3-ə 3 dəfə, 3 3-ə bölünür 1 dəfə. İndi yazacağam əkob 24 və 36. Böyüyünün sadə vurğularını yazacağam. 2 vur 2 vur 3 vur 3. Kiçiyində olsun, böyüyündə olmasın. Bax 24-də 3 dənə 2-dir, amma 36 2 dənə 2-dir. Deməli o bir dənə 2-ni buraya əlavə eləməliyəm. Başqa da çatışmayan heç nə yoxdur. Olur 36 vur 2 72. Deməli 24 və 36-nın əkobu 72-yə bərabər olur. Burada başqa hansı variantı yazım? Məsələn 15-ci variant 25 və 45. 15-ci variantı yazaq. 25 və 45. 25-i sadə vurğulara ayırsam 25 5-ə 5 dəfə, 5 də 5-ə 1 dəfə. 45-i sadə vurğulara ayırsam 45 3-ə 15 dəfə, 15 3-ə 5 dəfə, 5 də 5-ə 1 dəfə. Əkob 25 45 bərabər olacaq. 45-in sadə vurğularını yazarıq. 3 vur 3 vur 5. Və indi 25-in sadə vurğuları içərisində olsun və 45-də olmasın. Bizdə 5-dir. Bir dənə də 5-ə vuracam. Cavab olur neçə? 45 vur 5. Yəni 225. Deməli bunların əkobu da 225-ə bərabər oldu. İndi isə uşaqlar davam eləyək 3-cü çalışma ilə. 3-cü çalışmada görə nə deyir? 3-cü çalışmada deyir ki, şifahi tapın və cavabınızı əsaslandırın. Uşaqlar mən keçən video zaten sizə demişdim ki, ədədlərdən biri digərinə bölünəndə əbab bu ədədlərdən kiçiyinə bərabər olur. İndi bu videoda deyirəm ki, ədədlərdən biri digərinə bölünəndə əkob bu ədədlərdən böyüyünə bərabər olur. Məsələn, nə demək istəyirəm? Birinci variantda məsələn yazıb əkob 18 54. Görürəm ki, 54 18-ə qalıqsız bölünür. İndi bunların əkobu ilə 54-ün özünə bərabər olacaq. Yəni bu ədədlərdən böyüyünə. İkinci variantda məsələn yazıb əkob 44 88. Görürəm ki, 88 44-ə qalıqsız bölünür. Və bunların əkobu 88-ə bərabər olacaq. Əbab soruşsaydı 44 olardı. Üçüncü variantda məsələn yazıb əkob 20 və 100. Bunların əkobları da 120-yə qalıqsız bölünür deyəndə 100-ə bərabər olacaq. Yoxlaya bilərsiniz uşaqlar, o sadə vurğulara ayırma üsulundan yoxlaya bilərsiniz. Dördüncü variantda yazıb əkob 45 və 180. Yenə 180 görürəm ki, 45-ə qalıqsız bölünür. Deməli bunların əkobu ilə 180-in özünə bərabər olacaq. 5-ci variantda əkob 30 60. Bunların əkobu ilə 60-a bərabər olacaq. 6-cı variantda 12 48, əkob ilə 48-ə bərabər olacaq. Digər variantlarda özünüz müəyyənləşdirərsiniz. 7-ci suala baxaq. Deyir, hesablama aparmadan cavabların səhv olduğunu izah edin və doğru cavabı tapın. Məsələn, 4-cü variantın 4-cü sualın 1-ci variantda yazıb ki, əkob 36 və 300. Bunların əkoblarını 18 deyir. 18 heç vaxt ola bilməz. Çünki uşaqlar, biz bu iki ədədin əkobunu tapmalıyıq. Əkob ən azı böyük ədədlərdən böyük ədədə bərabər ola bilər. Ən azı böyük ədədə bərabər ola bilər. Çünki əkob ən kiçik ortaq bölünəndir. Və biz ədədin bölünənlərini yazanda ədəddən böyük və ona bərabər olan, ona qalıqsız bölünən ədədləri yazırıq. İndi burada 18 heç vaxt bunların əkobu ola bilməz. Əlbəttə ki, səhvdir. İndi bəs doğru cavab nə olacaq? 36 və 3-ün əkobu necə tapılacaq? Sadə vurğulara ayrılacaq. 36 2 18 dəfə, 18 2-yə 9 dəfə, 9 3-ə 3 dəfə, 3 3-ə bölünür 1 dəfə. 300-ü də sadə vurğulara ayırsaq, 302-yə bölünür 150 dəfə, 150 2-yə bölünür 75 dəfə, 75 3-ə bölünür 25 dəfə, 25 də 5-ə bölünür 5 dəfə, 5 də 5-ə bölünür 1 dəfə. İndi mən 300-ün sadə vurğularını götürəcəm. Uşaqlar bir şey deyim sizə, 300-ün sadə vurğularını bir-bir yazmaqdansa elə 300 yazın. Çünki onların hasili bizə 300-ü verir. Vurulsun. 36-nın sadə vurğularına baxın. 36-nın sadə vurğuları içərisində olsun, 300-də olmasın. Görürük ki, 36-da 2 dənə 2 var, 300-də də var. Yəni burada çatışmayan heç nə yoxdur. 36-da 2 dənə 3 var, amma 300-də 1 dənə 3 var. Deməli o çatışmayan 1 dənə 3-ə vurmalıyam. 300-ü də 3-ə vuranda cavab olur 900. Deməli bunların əkobu 900-ə bərabərdir. İkinci variant.
Yenə əkub 36 300 veriblər. Bunların əkoblarını tapdıq. Üçüncü variantı yazaq. Hə. Üçüncü variant eynidir uşaqlar. Üçüncü variantda səhvdir təbii ki. Əkoblarını tapmışıq. Dördüncü varianta baxaq. Hə, doğru variantı deyir tapın. Yox, burada doğru cavabı tapın. Doğru cavabı. Dördüncü variant yazıb əkob 45 və 600. Bunların əkobu yazıb 90-a bərabər. Xeyr, bu da ola bilməz. Bəs doğru cavab nə olar? Yenə 45-i və 600-ü sadə vuruqlara ayırarıq. 45 3-ə bölünür 15 dəfə, 15 3-ə bölünür 5 dəfə, 5 də 5-ə bölünür 1 dəfə. 600 ayırsaq sadə vuruqlara 600 2-yə bölünür 300 dəfə, 300 2-yə 150 dəfə, 150 2-yə 75 dəfə, 75 3-ə bölünür 25 dəfə, 25 5-ə 5 dəfə, 5 də 5-ə 1 dəfə. İndi bu ədədlərdən böyüyünü götürürük. 600 vurulsun, gözləyirik. 45-ə baxırıq. 45-in vuruqları içərisində olsun. 600-də olmaz. 45-də 2-dən 3 var. Amma 600-də 1-dən 3 var. Deməli, o çatışmayan 1-dən 3-ə vurmalıyam. 600-ü də 3-ə vuranda 1800. Deməli, bunların əkobu 1800-ə bərabər oldu. Ortaq sadə vurulan hadisədən istifadə etməklə əkob 60-96-nı tapın. Hə, burada uşaqlar nə demək istəyir? Ortaqların hasilindən istifadə edir. Məsələn, 60 və 96-nın əkobunu necə tapır? Hər ikisini sadə vuruqlara ayırır. Daha sonra ortaqlarını müəyyənləşdirir. Əvvəlcə ortaqları yazır. Sonra da digər vuruqları əlavə edir. Bax, bu da maraqlı bir üsuldur. Bunu da yadda saxlaya bilərsiniz. Yəni, hansı üsul sizə rahatsa. Məsələn, 5-ci çalışmada həmin üsuldan istifadə edərək deyir yazın. 5-ci çalışmada. Birinci variantında yazıb əkob 72 və 48. 72-ni sadə vuruqlara ayıracaqsa əvvəlcə 36 dəfə, 36 2-yə 18 dəfə, 18 2-yə 9 dəfə, 9 3-ə 3 dəfə, 3 də 3-ə bölünür 1 dəfə. 48-i də sadə vuruqlara ayıracaqsınız. 48 2-yə bölünür 24 dəfə, 24 2-yə bölünür 12 dəfə, 12 2-yə 6 dəfə, 6 2-yə 3 dəfə, 3 də 3-ə bölünür 1 dəfə. Əvvəlcə hər ikisini onları müəyyənləşdirirsiniz. 2-lər. Görürsünüz, əbobda necə tapırdıq hər ikisini onları. Bunları yazırsınız. Bax, 2 vur, 2 vur, 2 vur, 3. Düzdür? Sonra da digər vuruqlar. Digər vuruqlar hansılardır? 2 ilə 3. 2 vur, 3. Və bu hasil bunların əkobudur. 24, 24 vur 3, 72, 73 vur 2, 216. Deməli, bunların əkobu neçəyə bərabərdir? 216-ya. Deməli, düz yazdıq. 16 vur 9. 8, 16, 48, 48 vur 3, 144 edir uşaqlar. Burada hesablama səhv elədim. 144. Deməli, bunların əkobu bərabər olur 144-ə. Bax, bu üsulda rahat üsuldur. Bunu da yazda saxlamalısınız. İkinci variantda yazıb əkob 24 və 15. Düzdür? Yenə ikisini də sadə vuruqlara ayıracaqsınız. 24 2-yə bölünür 12 dəfə, 12 2-yə 6 dəfə, 6 2-yə 3 dəfə, 3 də 3-ə bölünür 1 dəfə. 15-i də sadə vuruqlara ayırırıq. 15 3-ə bölünür 5 dəfə, 5 də 5-ə 1 dəfə. Əvvəlcə ortaqları müəyyənləşdiririk. Bax, bu üçlər ortaqdır. 3-ü yazırsınız, sonra digərlərini əlavə edirsiniz. 3 dənə 2 24-dən, bir dənə də 5 15-dən. Bu hasili hesablayırsınız. 8 vur 5 40 vur 3 120. Deməli, bunların əkobu 120-yə bərabər olur. Sonra məsələn, burada 3-cü, 4-cü variantlarda yazaq. 3-cü variantda əkob 15 25-dir. 15-i və 25-i sadə vuruqlara ayırarıq. 15 3-ə 5 dəfə, 5 də 5-ə 1 dəfə. 25-dəki 5-ə 5 dəfə, 5 də 5-ə 1 dəfə. Ortaqlar 5-dir. 5-i vuracam 15-dən 3-ə, 25-dən də o 5-ə. Cavab olur 75. Deməli, bunların əkobu da 75-ə bərabər olur. Sonra 4-cü variantda 21 və 28-dir. 21 və 28-i sadə vuruqlara ayırarıq. 21 3-ə 7 dəfə, 7 də 7-yə 1 dəfə. 28 2-yə 14 dəfə, 14 2-yə 7 dəfə, 7 7-yə 1 dəfə. Ortaqlarını əvvəlcə yazarıq. Ortaq yalnız 7-dir. 7-ni vurarıq. 21-dən 3-ə, 28-dən də 2-dən 2-yə. Olur 84. Deməli, bunların da əkobu 84-ə bərabərdir. Digər variantlarda uşaqlar bu formada həll eləyəcəksiniz. İndi isə baxaq növbəti 6-cı çalışmaya. Yazıb bərabərliyin doğru olması üçün dəyişənin bir neçə qiymətini tapın. Məsələn, birinci variantda yazıb əkob 30A bərabərdir 30. Deməli, əkob ədədlərdən nə zaman birinə bərabər olurdu? Biri digərinə bölünəndə böyüyünü götürür, düzdürmü?
Deməli, indi burada A 30-un bölənləri olmalıdır da. Məsələn, 2 ola bilər, 3 ola bilər, 15 ola bilər və s. Olsa 30 və həmin ədədlərin əkobu 30-un özünə bərabər olacaq. İkinci variantda yazıb əkob m və 30 bərabərdir m. Yəni əkob nə zaman iki ədədin əkobu nə zaman ədədlərdən birinə bərabər olurdu? Biri digərinə bölünəndə. İndi burada m-i götürüblərsə, deməli m daha böyükdür. M daha böyüksə, deməli m 30-un bölünənlərindən biri olmalıdır. 30-un özü də ola bilər, 60 da ola bilər, 90 da ola bilər, 120 də ola bilər və s. Üçüncü variantda yazıb əkob 42 və x bərabərdir 42-yə. Yenə iki ədədin əkobu nə zaman bu ədədlərdən birinə bərabər olurdu? Biri digərinə bölünəndə. İndi burada 42-ni götürüblərsə, deməli x 42-dən kiçik onun böləni olmalıdır. Yəni məsələn 1 ola bilər, 3 ola bilər, 14 ola bilər, 42-nin özü ola bilər və s. Dördüncü varianta da baxaq. Yazıb əkob 42 və y. Bu dəfə y götürüblər. Y götürüblərsə, deməli bu ədədlərdən böyüyü y-dir və 42-nin bölünənidir. 42-nin də bölünənləri hansıdır? Məsələn 42-nin özü ola bilər, 84 ola bilər, 126 ola bilər və s. Bu belə. Digər variantları da özünüz yazacaqsınız uşaqlar. Baxaq biz 7-ci çalışmaya. Deməli 7-ci çalışmada deyir ki, birinci variantda A bölünsün 9 bərabərdir 7 qalıq 3. Əvvəlcə gəlin buradan A-nı tapaq. Qalıqlı bölmədə keçən video işarə dedik. Bölünən natamam qismət vurulsun bölünən üzərinə gəlinsin qalıqla tapılır. 7 vur 9 63, üzərinə 3 gələndə 66. B-ni də tapsaq, yazıb B bölü 16 da 6 dəfə bölünüb, qalıq da 6 qalıb. Buradan B-ni tapsaq, 6-nı 16-ya vurub, üzərinə də 6-nı gələcəm. Olur 102. İndi bizdən A və B-nin əkobunu istəyir. Yəni əkob A-nı da B-ni tapdığımıza görə 66 və 102-nin əkobunu tapmalıyıq. 66-nı sadə vurğulara ayırsam, 2-yə bölünür 33 dəfə, 3-ə bölünür 11 dəfə, 11 də 11-ə bölünür 1 dəfə. 102-ni sadə vurğulara ayırsam, 102 2-yə bölünür 51 dəfə, 51 3-ə 17 dəfə, 17 17-yə bölünür 1 dəfə. Nə edirdik? İndi bayaqki üsulla davam eləyək. Ortağını yazaq, ortaq sadə vurğuları yazaq, 2 və 3-dür. 2 vur 3, bir də digər vurğuları əlavə edərik, 11 vur 17. 3 dəfə 17, 51, 51-i 2-yə vuranda 102, 102-ni də vurarıq sonda 11-ə. 102 vur 102 olur, deməli 102, 102, 1122. Deməli bunların əkobu 1122-yə bərabər oldu. Məsələn, 3-cü variantı da yazaq burada. Yazıb A böl 6 bərabərdir 7 qalıq 3. Əvvəlcə A-nı tapaq. A bərabər olacaq 7 vur 6 üzərinə gəlinsin 3-ə. Yəni 45-ə. B-imiz də ki, B böl 8 6 dəfə qalıq da 2-dir. Buradan B-ni tapsaq, 6 vur 8 üzərinə gəlinsin 2. Olur 50. Yəni biz 45 və 50-nin əkobunu tapmalıyıq. 45 və 50-nin əkobunu tapmalıyıq. Hər ikisini sadə vurğulara ayırarıq. 45 3-ə 15 dəfə, 15 3-ə 5 dəfə, 5 də 5-ə 1 dəfə. 50-ni də sadə vurğulara ayırsaq, 52-yə 25 dəfə, 25 5-ə 5 dəfə, 5 də 5-ə 1 dəfə. Yenə bayaqki üsulla davam eləyək. Ortaqların birinci yazaq, bircə 5-dir. Sonra digər vurğuları əlavə edərik. 3 vur 3 vur, 2 vur 5. İndi nə eləyir bu? 10 vur 5, 50, 150, 450. Deməli, bunların əkobu 450-yə bərabərdir. Uşaqlar, əsas məsələ burada sualın mahiyyətini başa düşməkdir. Digər variantları özünüz əgər başa düşərək qulaq asmışsınızsa 100% yazacaqsınız. Yəni buna heç bir şübhə yoxdur. Yəni riyaziyyatı öyrənmək istəyirsinizsə uşaqlar, çalışın, ancaq çalışma yerinə yetirin. Çünki oxumaqla, burada mən yazım, siz köçürün dəftərə, elə yazmaqla indi bəziləriniz hazırlığa qoşulursunuz, bəziləriniz məktəbdə müəllimlərlə işləyirsiniz. Yəni buradan sizə məsləhətim odur ki, çalışın, özünüz də yazın. Yəni hazır köçürəndə gələcəkdə çox əziyyət çəkəcəksiniz. Bax, bunu sizə bu başdan deyim ki, yəni həm məni başa düşəsiniz, çünki mən burada, necə deyim, əziyyət çəkirəm, video çox uzun olmasını istəyirəm, həm yorularsınız, həm mən yoruluram, ona görə bacardığım qədər sizə yol göstərmək istəyirəm. Yəni bu videoları çəkməyimdə məqsəd sizə kömək olmaq, bacardığım qədər sizə dəstək olmaqdır. Və sizdən bu videoların qarşılığındakı xahişimsə, videoları bəyənin, kanala abunə olun. Siz bəyəndikcə, kanala abunə olduqca kanalın böyüdüyünü görsəm, daha da motivasiya olmuş olaram və
videoların davamını çəkməyə davam eləyəcəm. Belə, baxaq indi 8-ci çalışma. Verilən şərtlərə görə m və n hansı sarı ədədlər ola bilər? Məsələn, birinci variantda uşaqlar yazıb a bərabərdir 3 vur m, b də bərabərdir 3 vur n. Deyir ki, əkyob ab də bərabərdir 231-ə. Biz niyə edirik? Dedik ki, məsələn, a-nın vuruqlarını götürsəm 3 vurayım. Sonra b-nin vuruqları içərisində olsun, a-da olmayanları əlavə edəcəm. Bizdən n-dır. Bu bərabər olmalıdır 231-ə. İndi buradan alınır ki, n vurulsun n hasili nəyə bərabərdir? 231 3-ə böləndə 77. İndi m və n baxan kimi görünür. 7 və 11 olardı uşaqlar. M 7, n də 11 və yaxud da tərsinə. M 11, n 7 ola bilər. Bu birinci variant. Sonra ikinci variantda yazdım siz üçün. İkinci variantda yazıb, ikinci yox, üçüncü variant daha çətin görünür. İndi deyərsiniz, müəllim iki variant oxşar yazdı. A bərabərdir 3 vur 5 vur m-dir. B də bərabərdir 3 vur 5 vur n-dir. Deyir ki, əkyob AB də bərabərdir 210-a. Əkyob necə tapılır uşaqlar? Birinin sadə vuruqları götürülürdü. A-nın sadə vuruqlarını götürürəm. 3 vur 5 vur m. Bir də vuram B-də olsun, A-da olmasın. N-dır da. Bərabər 210. İndi buradan m vur n hasilini alıram ki, 210-u 15-ə böləndə 14. Buradan da baxan kimi görünür ki, m2-dir, n də 7-dir. Sarı ədədlər dediyinə görə. 1, 14 də ola bilər təbii ki. Dayaq da tərsinə uşaqlar. M7, n də 2 ola bilər. Bu da bizim 8-ci çalışmamız. Deməli, burada uşaqlar baxın görün neçə dənə çalışmadır. 21 dənə baxaq. 8-ci çalışmamız da oldu belə. Bir də uşaqlar bir qayda var burada. Yadınıza saxlayın, bunu qeyd də götürə bilərsiniz. 2 ədədin əkobunu əbobuna vurduqda həmin ədədlərin hasili alınır. Məsələn, qayda düstur belədir. Yəni, ta ki 2 dənə A və B ədədidir. Onların əkobunu vuranda əbobuna, yəni əkob AB vur əbob AB hasili bizə elə A və B ədədlərinin hasilini verir. Bu bizə nə zaman kömək olacaq? Məsələn, 2 ədədin əkobu, əkob 130-140 vurulsun əbob 130-140. Ayrı-ayrılıqda əkobu əbobu hesablı bir-birinə vurmaqdansa, düsturu bilən bir uşaq əkob AB vurulsun əbob AB hasilinin elə A vur B-yə bərabər olduğunu bilirsə, 130-140-a vurar, cavabı deyər. Yəni, belə bir düsturdur. Bundan sonraki çalışmalarda da həmin düsturdan istifadə edərik. 9-cu çalışma ilə davam edək. Məsələn, birinci variantda yazıb əkob 32-48 vurulsun əbob 32-48. Deməli, düstura əsasən bu nəyə bərabər olacaq elə? 32 vur 48 hasilinə. İndi biz 32-ni də 48-ə vurduqda, görək bunun cavabı neçə elir? Sizin üçün hesablayayım deyim. 32 vur 48 olur 1536. Deməli, cavab 1536 olacaq. Sonra ikinci variantına baxın. Yazıb əkob 25-45 vurulsun əbob, mütləq bu ədədlərin eyni olması lazımdır. 25-45. Bu da nəyə bərabər olacaq? 25 vur 45 hasilinə. 25-i də vuranda 45-ə olur 1125. Sonra üçüncü düstur, üçüncü variant daha doğrusu. Əkob 72-48 vurulsun əbob 72-48. Bu yenə bunların hasili nəyə bərabər olacaq? 72 və 48-in öz aralarındakı hasilinə. 72-ni də vurduqda 48-ə cavab olur 3456. Bu da belə. Dördüncü variantda da olacaq uşaqlar 20 vur 25. Yəni 500. Davam eləyək növbəti 10-cu çalışmaya. Burada da bir qayda istifadə olunacaq. Həmin qaydanı sizin üçün deyim uşaqlar. Biz keçən video izahda dedik ki, qarşılıqlı sayı ədədlər nədir? Birdən başqa ortaq bölənləri olmayan ədədlərdir və həmin ədədlərin əbobu 1-ə bərabər olur. İndi deyəcəyim qayda isə həmin ədədlərin əkobları ilə bağlıdır. Yəni, qarşılıqlı sadə ədədlərin əkobları nəyə bərabər olur? Bunu da uşaqlar, yəni, yəqin ki, yanınızda dəftər, qələm var. Qeyd götürün. Qarşılıqlı sadə ədədlərin əkobu həmin ədədlərin hasilinə bərabər olur. Yəni, görsəz ki, bu iki ədəd qarşılıqlı sadədir. Yəni, bunların birdən başqa ortaq bölənləri yoxdur. Keçən video izahda danışmışam. Əgər həmin video izaha baxmamısınızsa, mütləq həmin video izaha birinci baxın. Görsəz ki, həmin ədədlər qarşılıqlı sadə ədədlərdir. Onların əkobu soruşulur. Tez həmin ədədlərin hasilini tapacaqsınız. Məsələn, 10-cu sualın indi birinci variantına baxın. 15 və 16.
Keçən videoda demişdim ki, ardıcıl natural ədədlər qarşılıqlı sadə olur. 100%. Onda bunların əkobları, indicə dedim ki, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabər olur. Yəni 15 vur 16. O da olur 240. İkinci variantda da həmçinin 25 və 32. İndi mən sizə deyirəm uşaqlar, bunlar da qarşılıqlı sadədir. Bunların da birdən başqa ortaq bölənləri yoxdur. Yəni əbobları 1-dir, əkobları da nəyə bərabər olacaq? Bunların hasilinə. Yəni 25 vur 32-yə. 25-in də 32 hasili bərabər olur 800-ə. 800. Üçüncü variantdakı ədədlər 13 və 17. 2 dənə sadə ədəddir. Bunlar da bir-birindən qarşılıqlı sadə olur. Bunların da əkobu, yəni 13 və 17-nin də əkobu bərabər olacaq 13 ilə 17-nin hasili. 13 ilə 17-nin də hasili olur 200, deməli neçə? 21. Daha sonra digər variantlarda uşaqlar yoxlayırsınız. Qarşılıqlı sadədir. Yəqin ki, hamısı əsaslandırın deyir onsuz. Hamısı bunlar qarşılıqlı sadədir. Bunların hasili olan əkobu onların hasilinə bərabər olur. Məsələn, 9-cu variantda 10 və 31. Sadə vurğulara ayırın. Görəcəksiniz ki, ortaq vurğuları yoxdur. Birdən başqa ümumiyyətlə ortaq sadə vurğuları yoxdur. Və ortaq böləni də 1-dir. Əbobları da 1-dir. Ona görə bunların əkobu nəyə bərabər olacaq? Onların hasilinə. 10 vurulsun 31-ə. Yəni 310-a bərabər olur. Bu da bizim 10-cu çalışmamız. 11-ci çalışmaya baxaq. 11-ci çalışmada nə deyir? Birinci variantda yazıb ki, əbob AB bərabərdir 8-ə, əkob AB isə bərabərdir 48-ə. Bizə deyir ki, AB hasilini tapın. Bayaqki düstur necə idi? Əkob AB-ni vurduqda əbob AB-yə bizə nəyi verir? A və B ədədlərinin hasilini verir. Yəni A vur B. Ona görə əkob AB-ni 48 verib bizə, əbob AB-ni də 8. 48 vur 8 hasili bizə A vur B hasilini verəcək. İndi 48-i də vurduqda 8-ə olur 384. Deməli A vurulsun B hasili bərabər olur 384. İkinci variantda bu formada yazacağız. 12-ci variant sualda yazıb məhsulun ən kiçik qiymətini tapın. Əbob birinci variantda yazıb əbob 48 və x bərabərdir 12-yə. Deməli burada x ən kiçik 12 ola bilər. Sonra ikinci variantda yazıb əkob 20 və x bərabərdir 140-a. Burada x-in ən kiçik qiyməti 7 olar. Başqa qiymətlər də ola bilər. Sadəcə bizdən ən kiçiyini soruşur. Məsələn 70 də ola bilər. 7 olur. Sonra üçüncü variantda yazıb əkob 56 və a bərabərdir 392-yə. Onda buradan a-nın ən kiçik qiyməti 392-ni 56-ya böləcəksiniz. Olur 7. Deməli a-nın ən kiçik qiyməti burada 7 ola bilər. Dördüncü variantda da həmçinin yazıb əbob 56 və a bərabər 28. Onda burada a ən kiçik ilə 28 ola bilər. A-nın ən kiçik qiyməti 28-ə bərabər olar. 13-cü çalışmaya baxaq. 13-cü çalışmada bizə nə deyir? Birinci variantında. Yazıb ki, əbob AB, A və B ədədlərinin əbobunu bizə verib 18-dir. A vur B hasilini də verib 1944. Əkob AB-ni istəyir. Deyir ki, əkob AB-ni tapın. Bayaqki düsturdan yenə istifadə edərik. Bayaqki düsturda necə idi? Əkob AB-ni əbob AB-yə vurduqda bizə A və B ədədlərinin hasilini verir. Yəni A vur B hasilini verir. İndi buradan əkob AB məlum deyil. Əbob AB 18-dir. A vur B hasili də 1944. Buradan əkob AB-ni tapmaq üçün mən nə edəcəm? Əkob AB-ni tapmaq üçün təbii ki 1944-ü bölməliyəm 18-ə. İndi 1944-ü də 18-ə böldükdə doğru cavab olur 108. Deməli A və B ədədlərinin əkobu da 108 olur. İkinci variantda həmçinin oxşar qayda ilə tapılır. 14-cü çalışmada uşaqlar əslində necə deyim, bizə məlum verilmiş ədədlərin əbobu verilib. Məlumdur, yəni 36 və 48-in əbobu deyir 12-dir. Deyir bunların əkobunu tap. Burada bilirsiniz sizdən nə istəyir? Yəni siz bunların hasilini əbobuna bölməklə tapın. Yəni 36 vur 48 hasilini 12-yə bölərək bunların əkobunu tapa bilərsiniz. 48 ilə 12 12-yə xısa gedir 4-1. 4-ü 36-ya vuranda 144. Deməli bunların əkobu 144-ə bərabər olur.
15-ci çalışma uşaqlar bayaq dediyim qaydadır. Bir ədəd digərinə bölünürsə, ədəd bu ədədlər, əkov bu ədədlərdən böyüyünə bərabər olacaq. Əbob isə kiçiyinə bərabər olacaq. İndir A ədədi B-nin bölünənidir. A B-nin bölünənidirsə, onda A bölünənin yerində durub, B də bölənin yerində. Düzdür? Deməli böyüyü budur. Böyük ədəd budur. Düzdürmü? Kiçik ədəd də B-dir də. Bölünən daha böyük olur. Kiçik də budur. İndi birinci variantda yazıb ki, əbob AB. Dedik bir ədəd digərinə bölünürsə, əbob bu ədədlərdən kiçiyinə bərabər olur. İndi kiçiyi hansıdır? B. İkinci variantda əkob AB-ni istəyir. Dedik bir ədəd digərinə bölünürsə, əkob bu ədədlərdən böyüyünə bərabər olur. Böyüyü hansıdır? A. Üçüncü variantda yazıb əbob AB üzərindən gəlinsin əkob AB. Ayrı-ayrılıqda əbobunu, əkobunu tapıb toplayacağız. Yuxarı tapdıqda əbobunu B tapdıq. Üzərinə gəl əkobunu da A. Cavab elə B plus A olur. Dördüncü variantda əkob AB çıx əbob AB. Əkob AB A-dır, əbob AB də B-dir, A çıx B. Beşinci variantda əkob AB vur əbob AB. Bunu biz onsuz da düsturdan da bilirik. A vur B hasilinə bərabər olur. A vur B hasilinə bərabər olur. Altıncı variantda da əkob AB böl əbob AB-dir. O da əkobları A-dır, əbobları da B-dir. A böl B olur. Növbəti 16-cı çalışmaya baxaq. 16-cı çalışmada dedik ki, birinci variantında əbob 462 və A bərabərdir 66-ya. Əkob 462 və A. Yəni 462 varələrin əkobu isə 924. Deyir A-nı tapın. Mən götürüb əkob AB-ni əbob AB-yə vuraram. Həmin düstur da. Yəni əkob yazacağam 462 və A vurulsun əbob 462 və A. Düstura əsasən bu hasil nəyə bərabər olmalıdır? Bunların hasilinə. Yəni 462 vurulsun A-ya. Əkoblarını bizə verib 924, vurulsun əbobları da 66-dır. Bərabər olmalıdır 462 vurulsun A-ya. İndi buradan A-nın tapmasını nə etməliyəm? Gərək 924 vurulsun 66 hasilini bölüm 462. Bundan bu qısa gedir. Burada 7 qalır. Burada 1 qalır. 924-ü də 7-yə böləndə 924 bölünsün 7 olur 132. Deməli A ədədimiz 132-yə bərabərdir. 17-ci çalışmaya baxaq. 17-ci çalışmanın birinci variantında yazıb ki, əkob 2x vergül 7x bərabərdir əkob 32 və 112. İndi 2x və 7x-in əkobu uşaqlar. Burada x-ə baxmadan, yəni x-i əkobun qarşısına çıxararaq da belə bir düsturumuz da var bizim. 2-nin 7-nin əkobu 14-dür. Çünki qarşı sarılarda əkobları hasilinə bərabər olur. X-ə də vuranda 14x eləyir bərabərliyin sol tərəfi. Sağ tərəfdə də 32 və 112-sin əkob tapırsınız. İndi gəlin aşağıda 32 və 112-sin əkob tapaq. 32 2-yə bölünür 16 dəfə, 16 2-yə 8 dəfə, 8 2-yə 4 dəfə, 4 2-yə bölünür 2 dəfə, 2 də 2-yə bölünür 1 dəfə. Düzdürmü? 112-ni də sadə bunlara ayırsaq, 112 2-yə bölünür 56 dəfə, 56 2-yə bölünür 28 dəfə, 28 2 14 dəfə, 14 2-yə bölünür 7 dəfə, 7 7-yə bölünür 1 dəfə. Nə edirik? Ortaqlar hansı üsulla? 2 üsul dedikdə hansı rahatsa onu götürək. 112 ədədini götürək və 32-nin sadə bunlar hissəsində olur. Burada olmayan bir dənə bu 2-dir. Çünki burada 5 dənə 2-dir, burada 4 dənə. Bir dənə 2-yə vurarız, cavab olacaq 224. Deməli 14x bərabər olur 224. X isə tapmasını 224-ü bölürəm 14-ə, 16. Deməli x 16-dır. İkinci variantda da həmçinin oxşar qayda ilə. Bərabərliyin sol tərəfində 3x-dən 5x-in əkobudur, olur 15x olanın əkobu. Bərabər olur əkob 42 və 72. 42 və 70-in də əkobunu tapırsınız. 42-ni sadə bunlara ayırırıq. 42 2-yə 21 dəfə. 21 3-ə 7 dəfə. 7 7-yə bölünür 1 dəfə. 70-i də sadə bunlara ayırsam 72 35 dəfə. 35 5-ə 7 dəfə. 7 7-yə bölünür 1 dəfə. 70 vurulsun 3 olur 210. Deməli buradan alınır ki, uşaqlar 15x-imiz 210-a bərabərmiş. Buradan x tapsaq 210-u 15-ə böləndə 14. Deməli x oldu 14. Digər variantlarda bu formada yazılacaq uşaqlar. Yazacaqsınız. Baxaq növbəti 18-ci çalışmaya. 18-ci çalışma hesablayın tipli çalışmadır. On 8-ci çalışmanın birinci variantında yazıb ki, əkob 32 48
bölünsün əbob 32, 48. Yenə mən bu sualla bağlı bir qayda deyəcəm sizə uşaqlar. İki ədədin əkobunu əbobuna böləndə onların ortaq olmayan sadə vurğuların hasilini bizə verir. İndi ortaq olmayan bəlkə də birinci dəfə də eşidirsiniz, amma bilməlisiniz. O hazırlıq müddətində deyilməlidir və məktəb vaxtında da məktəbdə də öyrənilməlidir. İndi ortaq olmayan nə deməkdir? Yəni əslində uşaqlar ayrı-ayrılıqda əkobu, əbobu tapıb da bölmək olar, amma vaxtımız çox keçməsin. Yəni mən elə həmin üsulla deyəcəm. Siz də həmin üsulu bilməlisiniz. Yəni vacib bir qaydadır. İndi deyərsiniz müəllim biz ortaq eşitmişik. Bəs ortaq olmayan nədir? Ortaq olmayanda ki ortaqlarını işarələyirsiniz. Məsələn bu 2 ilə bu 2 ortaqdır. Bu 2 ilə də bu 2 ortaqdır. Bu 2 ilə də bu 2 ortaqdır. Bu 2 ilə də bu 2 ortaqdır. Ortaq olmayanlar hansılar qalır? 2 və 3. Deməli cavab bunların hasilidir. 2 vur 3 6. Yoxlaya bilərsiniz. 32 və 48-in əkobunu tapıb buna bölərək cavabın 6 olduğunu deyə bilərsiniz. İkinci variantda da həmçinin yazıb əkob 81 və 72 bölünsün əbob 81 və 72. Burada uşaqlar ayrı-ayrılıqda yenə deyirəm. Bax, qaydanı bilməyən bir uşaq ayrılıqda əkobun tapar sürət üçün, məxrəci üçün də əbob tapar, bölər. Amma qaydanı biləndən sonra sadə vurğulara ayıracaq ədədləri 72-ni də ayıraq. Ortaq olmayan sadə vurğuların hasilini götürər, yazar cavabı. İşte bu qədər sadə. Vaxtı da çox getməz. Ortaqları birinci müəyyənləşdirər. Ən rahatı birinci ortaqları müəyyənləşdirməkdir. Yerdə qalanlar da ortaq olmayanlardır. 3 dənə 2, 2 vur 2 vur 2, 2-dən də 3. Olur neçə? 72. Düzdür? Deməli, bunların əkobunu əbobuna biləndə 72. Digər variantlar da uşaqlar eyni ilə bu formadadır. Məsələn, bircə fərqli olan 4-cü variant var burada. 4-cü variantı necə yazarıq? Yazıb 64 vur 48 bölünsün əbob 64 48. Uşaqlar, mən 64 vur 48 hasilinin yerinə əkob 64 48 vurulsun əbob 64 48 yaza bilərəm. Bu hasil bizə 64 vur 48-i verir də. Bölünsün əbob 64 48. İndi burada 64 və 48 ədədlərinin əbobları ixtisar gedir. Yenə qalır əkob 64 48. Yəni biz 64 və 48-in əkobunu tapsaq cavab olacaq. 64 2-yə bölünür 32 dəfə, 32 2-yə 16 dəfə, 16 2-yə bölünür 8 dəfə, 8 2-yə 4 dəfə, 4 2-yə 2 dəfə, 2 dəfə 2-yə bölünür 1 dəfə. 48-i ayırsaq 48 2 24 dəfə, 24 2 12, 12 2 6 dəfə, 6 2 3 dəfə, 3 3-ə bölünür 1 dəfə. Əkobda nə edirik? Böyüyünü götürürük. Məsələn 64-ü götürəcəksiniz. 48-də olsun, burada olmasın, bir dənə 3-dür. Olur 192. Deməli bunların cavabı, bu cavab 192 olur. 19-cu çalışmada oxşar sualdır uşaqlar. Gəlin 20 və 21-ə də baxaq. 20-ci çalışma. Məsələn, burada 3 dənə ədəddir artıq uşaqlar. Əkob 8, 12 və 20. Düzdür? Yenə hər birini sadə vurğulara ayırırsınız. 3 dənə yox, istəyir 5 dənə olsun. 8 2-yə bölünür 4 dəfə, 4 2-yə bölünür 2 dəfə, 2 də 2-yə bölünür 1 dəfə. 12 2-yə bölünür 6 dəfə, 6 2-yə bölünür 3 dəfə, 3 də 3-ə bölünür 1 dəfə. 20 2-yə bölünür 10 dəfə, 12 2-yə bölünür 5 dəfə, 5 də 5-ə bölünür 1 dəfə. Yenə ədədlərdən böyüyünü götürürsünüz. Böyüyü 20-də, 20 vurulsun. Bir kiçik ədədlərə baxırsınız. Məsələn, 8-in vurğuları içərisində olub 20-də olmayan nədir? 8-də 3 dənə 2-dir, amma 20-də 2 dənə 2-dir. Deməli, o bir dənə 2-ni əlavə eləməliyəm. Sonra 12-nin vurğuları içərisində də olsun, 20-də olmasın. Bir dənə 3-dür. Bir dənə də 3-ə vuraram bunu. Cavab olar 120. Deməli, bu 3 dənə ədədin əkobu 120-yə bərabərdir. Məsələn, ikinci varianta baxaq. İkinci varianta yazıb əkob 10, 15 və 20. Yenə bu ədədlərin üçünü də sadə vurğulara ayıracaqsınız. Üçünü də. Düzdür? Böyük ədədi götürəcəksiniz. Böyük ədəd hansıdır? 20. Bir kiçik ədədlərə baxacaqsınız. Məsələn, 10-un sadə vurğuları içərisində olub 20-də olmayan var? Xeyr. 15-də olub 20-də olmayan var? Var. 3-dür bircə. 20-ni 3-ə vuracaqsınız, cavab olacaq 60. Deməli, bu ədədlərin əkobu 60-a bərabər olur. Məsələn, üçüncü variantda yazıb əkob 9, 15 və 30. Bunların yenə üçünü də sadə vurğulara ayıracaqsınız. 9 3-ə bölünür 3 dəfə, 3 3-ə bölünür 1 dəfə.
15 3'ə bölünür 5 dəfə, 5 də 5-ə bölünür 1 dəfə. 30 2-yə bölünür 15 dəfə, 15 3-ə bölünür 5 dəfə, 5 də 5-ə bölünür 1 dəfə. Böyüyünü götürürük ədədlərdən 30-u. 9-da olsun, 30-da olmasın, bir dənə 3-dür. Çünki 9-da 2-dən 3 var, 30-da bir dənə. Bir dənə 3-ə vururuq. 15-də olub 30-da olmayan isə yoxdur. Cavab elə 30 vur 3 90. Bu 3 dənə ədədin tərkibi 90-a bərabər oldu. Bu videonun sonuncu 21-ci sualına da baxaq. Birinci variantda yazıb ki, əkov 3 dənə variantını yazacağam uşaqlar, 6 variantdır. 3, 4, x bərabərdir 60. X-i tapın deyir. Uşaqlar, 3 ilə 4-ün əkovu neçədir? 12. Yəni siz yazacaqsınız əkov 12 və x bərabərdir 60. Yəni burada x deməli neçə olmalıdır? X 5 ola bilər. Bir də 60-ın özü ola bilər də. Düzdürmü? Bu iki qiymət ala bilər. İkinci variantında yazıb əkov 9, 15 və x bərabər 180. Məlum ədədlərin əkovunu tapın. 9 və 15-in əkovu neçə olur? 45. Yazırsınız 45 və x-in də əkovu 180 olmalıdır. İndi buradan x neçə ola bilər? X ola bilər 4, bir də 180-in özü, bir də 90 ola bilər. Yox, 90 ola bilməz. 45 və 180. Üçüncü variantında da yazıb əkov 12, 18 və x bərabər 360-a. Məlum ədədlərimiz 12 və 18. 12 və 18-in əkovunu tapın, 36. Yazırsınız əkov 36 və x bərabər 360. Deməli, x burada nə ola bilər? 360-ın özü ola bilər. Başqa da ki, nə ola bilər? 90 ola bilər. Bəli, 90. 90 da olsa, yox 90 olsa bunların əkovu 180 edir. 90 olar elə. Daha doğrusu 360 olar. Bu da bizim üçüncü variantımız. Digər variantlarda uşaqlar özünüz yazarsınız. Hansını yaza bilməsəz yorumlarda qeyd edilərsiniz. Gələn video izahda isə bu sonraki tapşırıqların izahını sizinlə paylaşacağım. Videonu bəyənib kanala abunə olaraq dəstək ola bilərsiniz. Gələn video dərslərdə görüşənədək hələlik sağ olun.